Gördüğünüz bura Yeni Ramanı ikinci sahədir. Bir həftədir burada 300'den artıq ev suyun altındadır. Bu suyun bu şəkildə azanacaqlı vəziyyət alması Azərsuyun fəaliyyətsizliyidir. Bax. Ərazidə kanalizasiya xətti olduğu halda 10 gündən artıqdır kanalizasiyanın kollektoru işləmir. Azərsu gəlib 2 dənə motoru dəyişmir. Hansı ki yaydan onlar hazır işlək vəziyyətə gətirilməli idi. Gördüğünüz kimi bir dənə Azərsuyun işçisi yoxdur burada. Azersuyun yerine fövqəladə gəlib burada çalışır. Bu da bizim kollektor. Yatıb. Qardaş, niyə dayandırım? Nəyə görə dayandırmalıyam ki? Dövlətimə müraciət edirəm. Bir dənə burada Azersuyun işçisi var, görürsə. Mən birbaşa cənab prezidentə müraciət edirəm. Azərsu işləmir. Su kanalizasiya idarəsi işləmir. Yay gəlir, suyumuz içməyə su yoxdur. Qış gəlir, kanalizasiyalar işləmir. Dövlətin ayırdığı pullar hara gedir bilinmir. Bunlar o pulu neyinir bilinmir. 2 dənə motor bu dəqiqə dayanmış haldadır. Mən xahiş edirəm əlaqədar qurumlardan. Neçə gündür zəh vurmadığımız, müraciət eləmədiyimiz qurumlar qalmayıb. Heç kim bizə köməyə gəlmir. Buyurun, baxın. Bütün kanalizasiya sistemi çökübdür. Azersuyun fəaliyyətsizliyi uz batırına. 955'e bəlkə bir 1000 nəfər zəh vurub. Bir kəlmə bizə deyilir, ancaq yönləndirdik, yönləndirdik və salam. Yoxdular, Azərsu yoxdur. Bu Azərsu işləmirsə, bu dar gündə bu xalqın yanında deyilsə, bu nəyə lazım qurumdur? Bu su kanalizasiya idarəsi hara baxır, nəyə baxır? Bir dənə kollektorun 4 dənə işçisi var. Yoxdular, kollektor işləmir. 2 dənə motor dayanıb. Mən artıq dərəcədə xahiş edirəm əlaqədar qurumlardan. Bizə köməklik göstərin. Onsuz da Azərsu yox səviyyəsindədir.